Və az sonra bir neçə gün bundan əvvəl Bakıda paytaxtın rayonlarının birində Maqnit adam ləqəbi ilə tanınan və Ginnesin rekordlar kitabına düşən Azərbaycanlı Etibar Budaqlı növbəti uğurunu qazanmışdı. 146 kiloqram ağırlığındakı dəmirləri sinəsi üstündə öz maqnit bədəni ilə saxlayaraq bu sahədəki rekordunu təzələyib. Az sonra bu mövzuda müsahibimizlə söhbətimizi davam etdirəcəyik. Və bugünkü qonağımız biraz əvvəl ilan etdiyimiz kimi Etibar Budaqlı xalq arasında maqnit adam kimi də qəbul edilən Etibar Budaqlı studiya qonağımız. Etibar müəllim, xoş gəlmişsiniz. Çox sağ olun. Gürcüstanda yaşayırsınız? Bəli, Gürcüstanda yaşayıram. Neçə gündür buradasınız? Bir həftə 10 gün var yoxsa? Var 15 gündür. Cəmaət sizə nə deyir? Etibar müəllim deyir yoxsa maqnit adam mı deyir? Tanıyırlar, şükürlər olsun ki, hara gedirəm tanıyırlar çox. Nə deyirlər? Maqnit adam kimi tanıyırdı məsələn. Yəni hamı deyir ki, bir dəfə bu başlığı, dəmiri bir yapışdır bədəndə bizə baxaq. O məsələ mənim üçün. Hər adama göstərəsi deyirəm ki, mən onu. Adiləşib artıq. Bəli. Su içmək kimi bir şeydir. Və biz o görüntüləri indi xahiş edək rejissorumuzdan. O görüntüləri də baxa-baxa söhbətimizə davam edək. 146 kiloqramı sinənizin üstündə saxlamışsınız. Bu nə qədər məşq eləmişsiniz? Mən 146 kiloqram üçün məşq etməmişəm. Sadəcə mən sonuncu rekordumu 106 kiloqram etmişdim. Tbilisidə deməli keçən il dekabr ayının 14-də 106 kiloqramla mən birinci dünya rekordunu vurdum və 50 qaşıqla orada ikinci dünya rekordum oldu və üçüncü dünya rekordumu da ayın 30-da 92 kiloqramı 3 dəqiqə saxlamışdım. Və orada söz vermişdim ki, 150 kiloqram qaldıracağım və bu onun təqdimatı idi ki, bu il göstərəcəyim yeni bir rekord olacaq bu. Bəli, indi biz görüntülərdən də görürük, bəzi görüntülər var. Xarici səfərləriniz var mı? Ölkələrə gedib gəlirsiniz? Bəli, bu İtaliyadakı səfərimdən görüntülərdir. İtaliyada mart ayının 31-də dünya rekordçusu oldum, rəsmən kitaba düşdüm. Bundan qabaq 3 dəfə dünya rekordçusu olsam da kitaba düşə bilmədim. Çünki bu Gürcüstan Rekord Klubunun təyin etmişdi və Guinness bunu qəbul edə bilməzdi. Çünki Guinness orada iştirak etmirdi. Artıq onların marağına səbəb oldu və məni dəvət elədilər və şükür Allaha ki, birinci Azərbaycanlı kimi məhz o kitaba mən düşə bildim. Bu qədər qaşıq nətərdir? Qaşıqları bəlkə bu yapon yapışıcısı kley. Xeyr, məsələ oradadır ki, orada hakimlər var, orada təmiz içməli... Yəni, həqiqətən dəmirdir bu qaşıqlar? Bəli, həqiqətən dəmirdir və orada içməli su var stolun üstündə. Və qaşıqları bir gün əvvəl məndən götürmüşdülər, onlar özləri saxlayırdılar, orada ekspertləri var. O su ilə bədənimi sildim və sonradan qurutduq və belə olur. Yəni, başqa bir iş ola bilməz. Bu anda belə ürəyinizdən bir tərəddüd, bir qorxu keçdi mi ki, indi birdən qaşıqlar bir-bir düşər? Xeyr, mən orada deməli, həmişə Allaha sığınmışam, Allaha dua edirdim, özüm namaz əhliyəm və inanıram ki, həmişə Allah mənə kömək edir. Orada görürsünüz, Azərbaycan bayrağı da var, baxmayaraq ki, yəni bayrağımızı dalğalandırdınız. Gürcüstan vətəndaşıyam, Azərbaycan bayrağı, eləcə Türkiyə bayrağı həmişə mənimlədir. 3 bayraqla? Bəli, bu mənim üçün çətin deyil, çünki mən Gürcüstan Azərbaycanlısıyam və Azərbaycan Türkiyəm. Başqa hansı ölkədən dəvət ediblər? Almaniyada, demək, ayın 30-da dəvətim var. Bu ayın 30-u? Bəli, orada da bir neçə medalla qayıtmaq fikrindəyim. Bir neçə medalla. Başqa yeni nömrələr, yeni çıxışlar nələr var, nələr düşünürsünüz? Deməli, mənim orada olacağım nömrələrim belədir ki, orada onlar nə desə onu eləyərəm, yəni 150 kiloqrama qədər. Əgər ehtiyac varsa da biraz aşağı da olar, yuxarıda. Sonra bir nəfəri o dəmir əşyanın üstündə mən hazırladığım dəmir əşya 18 kiloqramdır. 118, aha. Yox, 18 kiloqram dəmir əşyadır, hansı sinəmə yapışır. Və onun üzərində kərpişləri qoyub qıracaqlar, dəmir düşməyəcək, kərpiç qırılacaq. Uşaqlıqdan çoxmu alma yeyibsiniz? Deyir, almada dəmir çox olur. Yox, burada alma söhbətidir. Burada nəsildə deməli artıq 20 nəfərə kimi insanlarda müşahidə olunur. Yəni qandan keçəndə hətta bacım nəvələrində. Dəmir kim adamlardır? Onlar maqnit, yəni bədənlərdə. Bu biyoenerjidir. Xatırladım ki, biyoenerji insanlarda var və bütün canlılarda var. Və kimdə biyoenerji çoxsa o şəfa verməklə məşğul ola bilər. Mənim də məşğuliyyətim elə şəfa verməkdir. Bunu nə vaxt hiss elədiniz? Uşaqlıqdan yoxsa? Bunu mən hiss elədim 2011-ci ildə biyoenerjini müalicə ilə məşğul oldum. 2011-də, harasa bir buna qabaq. Bəli, dekabr ayının 28-də bildim və bir il ərzində artıq bunu rekord ədinə gətirib çıxara bildim. Bədəninizdə bir narahatçılıq varmı? Yəni, xeyr, verirmi? Normal bir vəziyyətdədir. Əksinə, məsələn, mən başqa bir xəstə insana onun negativ enerjisini özümdən götürüb və onu sakitləşdirə bilirəm. Köməyim dəyir, çox sayda xəstələr müraciət edir. Buna görə də mən Avropada təhsil almaq istəyirəm
və gələcəkdə mən bacardığım müalicə metoduna görə rekord kitabına düşməyə çalışıram. Sizin sənəti, peşənizi bunu öyrənmək istəyənlər olsa öyrənə bilərmi? Yoxsa bu doğuşdan mı belə olmalıdır? Bu doğuşdan olmalıdır. Bunu Yəni alma yeməklə olandırmı? Heç bir yeməklə deyil, bu qanda olmalıdır, Allah vericisidir, bu nəsildə olmalıdır. Mənim ən balaca körpəm var 8 ayından, 14 ayından artıq məlumdur. Eləcə də görürük ki, yenə deyirəm, bacıdır, bacıdan hələ nəvəsi var, onda da var. Bax, belə hallar çoxdur. Yəni normalda sizin indi ailə üzvləriniz bir-birinlə görüşəndə necə? Yəni maqnit kimi... Yox, maqnit söhbəti deyil burada, sadəcə normaldır. Yəni onların içində də iki bacım şəfa vermək bacarığı var. Bu da çox gözəldir ki, biz iynəsiz, dərmansız bir-birimizə hətta kömək edə bilirik. Bu İnsanları müalicə edirsiniz. Necə müalicə edirsiniz? Yəni bioenerjinin vasitəsilə əlimin, məsələn, sağ əliyə, sol əl, başa insanın qoyulur və o negativ enerji, zəli necə insandan o acılı, çəkili qanı çəkən kimi bu enerjinin vasitəsilə insanda olan negativ enerjini götürüb, əvəzində özümdə olan güclü enerjiləri ötürüb onu şəfa verə bilirəm. Hər gün nə qədər yanınıza insan gəlir? Hər gün gəlirlər insanlar kifayət qədər. Mən indi artıq çoxdandır ki, artıq bir neçə aydır səfərlərdə oluram deyə. Yəni görüşə bilmirəm, tanışlar, dostlar, yəni belə. Bakıdan da gələn varmı? Bəli, Bakıdan gəlmişdilər. Artıq şəfa tapıb, mən onların evində qonağam. Sudabə xanım gəlmişdi. Yüksək kan təzyiqinə görə həyatdan hətta əlini üzmüşdü. Efir vasitəsilə Moskvanın DTV kanalı mənim haqqımda reportaj vermişdi, görüb gəlmişdi. Moskvadan belə gəlmişlər Gürcüstana mı? Bəli, Moskvadan da elə hər yerdən də. Mən Euronews vasitəsilə bütün dünya göstəriblər mənim bacım. Euronewsda da göstəriblər. Artıq məşhur dünya miqyasında tanınmış bir... Yəni demək istəyirəm ki, biz İtaliyaya getməmişdən qabaq sorğu elədik. 8000 veb saytdaydım, qaydanda artıq bu 9000 keçib. Sentyabrdan sonra dekabr ayında İtaliyadakı görüntülər... Yəni internetlə də bu təbliğatınızı aparırsınız? Bəli, mən aparmıram, yəni məşğul olmuram. Adicə insanların maraqlı olduğu üçün bütün dünyada yayım gedir. Yəni cəmaət bu işdən çox maraqlı. Yəni Facebookda, digər sahələrdə sizin şəkilləriniz... Eləcə də YouTube'da daha çoxdur. Məsələn, YouTube'da hər dildə demək olar ki, tapmaq olar. Ən maraqlı reaksiya necədir? Yəni insanların ən maraqlı qarşıladığı məqamlar necə olur? İstər ölkə daxilində, istərsə də getdiyiniz xarici ölkələrdə. Elə götürək rekord Guinness-də, məsələn, mən düşünürdüm ki, orada çox maraqlı bacarıqlar göstərilirdi. Mən deyirdim ki, yəqin məndən də çox maraqlı olar. Məsələn, adam vardı, 20 xəncəri birdən-birə məddəsinə məsələn udurdu və Hindistanlı idi, onunla dost olduq, biz yaxın olduq. Ancaq gördüm ki, bir dənə mən orada reklam getdi. Yəni, mənim haqqımda başdan dedilər ki, belə bir insan gəlib. Nəysə də, bax, mən gördüm ki, orada bu dünya üçün çox maraqlı oldu. Dünya çox maraqla qarşıladı. Azərbaycanda inanıram ki, belə bacarıqlı insanlar çoxdur. Və bu sahədə, yəni rekord məsələsi Azərbaycanda bir balaca çox gecikib. Bütün dünyada artıq bu populyardır. Yaxşı olardı ki, Azərbaycanda da bu sahəyə maraq göstəriliydi. Bizdə maqnit insanlar varmı? Azərbaycanda göstərdilər, məsələn, maqnit uşaq, elə birinci dəfə Xəzər televiziyası baxdı, xəbər verdi. Və onlar maraqlı idi ki, bu uşağın xeyirdir, ziyandır, nədir? Və o uşağın ailəsinə mən demək istəyirəm ki, bu uşaq üçün ziyandır, çünki o... Uşaq üçün ziyandır. Bəli, onun ürəyinə çox təsir eləyir. Məndə sadəcə çox güclü olduğuna görə dözürəm, bacarıram. Baş ağrısı verirmi sizə? Mənə heç vaxt vermir. Əksinə mən başqasını... Əgər mən məşğul olmazamsa da, şəfa vermərəmsə də, onda ola bilər. Aydındır. Etibar bəy, biz təşəkkür edirik. Uğurlarınızın, növbəti rekordlarınızın davamını diliyirik. Çox sağ olun, Nəcib mənim. Təşəkkürlər, zəhmət çəkib gəldiniz, minnətdarıq. Sağ olun. Hörmətli tamaşaçılar, bununla da bugünkü aktual qonaq bölümü burada öz işini yekunlaşdırdı. Proqramımız isə ardıcılığı ilə davam edir.